Salam millət. Bu dəfəki video dərsimizdə sətirləri sökməyə davam edirik və bu dəfəki mövzumuz, hədəfimiz sətirlərdə metodlardır. Yəni sətirlərin metodları. İlk öncə metod nədir? Metod adi tanıdığımız funksiyadır, amma bu funksiya konkret bir obyektə aid olur. Yaxşı, indi gəl başa sal görüm obyekt nədir? Obyekt yönü proqramlaşdırmadan irəli gələn bir anlayışdır. Amma biz hələ ki ora dəymədiyimizə görə, hələ ki o hissəyə yaxınlaşmadığımıza görə sadəcə olaraq belə təsəvvür edin. Metod elə bir funksiyadır ki, həmin funksiya konkret bir verilənə aid olur və ondan nöqtə ilə ayrılır. Yəni o nöqtə ilə ayrılmış o funksiya ki var, o bizim üçün metoddur və həmin metodun, həmin o funksiyanın nöqtə ilə ayrıldığı veriləndən xəbəri var. Nə demək istəyirəm? Deyək ki, bir sətir yaradaq. Olsun. Hello world. Hətta belə bir şey eləyək. Belə bir sətrimiz var. Bəli, gəl. Seçdim buradan, götürdüm. Bizim sətrimizdir. Nöqtə deyib Ctrl Space sıxanda metodların siyahısı gəlir. Baxın, nöqtə və metodların siyahısı. Əvvəla Capitalize-a baxaq. Məsələn, Capitalize metodun adıdır. Dedik ki, bir növ funksiyadır. Funksiya olduğuna görə, funksiya bənzədiyinə görə bunu çağıra bilərik. Capitalize nə edir? Capitalize götürür və sözün birinci hərfini böyük edir. Səhv etmirəmsə, gəlin bir də yoxlayaq. Deyək ki, belə bir şey var. A boşluq B. Və bunun Capitalize metodunu çağırsaq, bir fərq olar ya yox, bəli oldu. Dediyim kimi, Capitalize sətrin birinci hərfini eləyir, böyük eləyir. Sonra davam eləyək. Ümumiyyətlə metodlar çoxdur, sətir metodlar çoxdur və buna görə onların hamısına yox, sırf praktikada ən çox istifadə olunanlarına baxacağım. Yerdə qalanlarını isə özünüz sınaya bilərsiniz. Çünki əksəriyyətinin mahiyyəti elə adından bilinir. Məsələn, count. Count nədir? Say deməkdir. Deməli, count sətirdə, aid olduğu sətirdə. Count nəyə aiddir? Bax, bu sətirə aiddir. Niyə? Çünki ondan nöqtə ilə ayrılıbdır. Aid olduğu sətrin içərisində bura ötürəcəyimiz alt sətri sayır. Məsələn, hello world içərisində onların sayı. Onların sayı bizə qaytarır ki, niyə? Çünki içərisində 2 dənə var. Əgər olmayan bir alt sətri ötürsəydim, 0 qaytaracaqdı. Bu asan. Sonra, deməli, end-with var. End-with nə edir? Düzdür, biz hələ məntiqi tiplərlə tanış deyilik, amma belə bir qısaltma edə bilərik. Məsələn, deyək ki, mülahizəmiz var. Məsələn, mən bu metodla nə edə bilərəm? Yoxlaya bilərəm ki, mənim sətrim, pardon, Ctrl-V, end-with. Mən yoxlaya bilərəm ki, mənim sətrim LD alt sətri ilə bitir ya yox. Yəni, bu bir növ mülahizədir, bir fikirdir. Və mənim bu fikrim ya doğru, ya da ki, yanlış ola bilər. Yəni, ancaq 2 dənə variant var. Və bu cür doğru, yanlış belə deyək, qərarlarını biz deyirik, məntiqi tiplə boolean, məntiqlə cavab veririk. Məntiqdə bizə nə var? Doğru, ya da ki, yanlış var. Doğru, true, yanlış isə false-dur. Və uyğun olaraq, burada biz məntiqi cavab almalıyıq. Hə ya da yox, doğru ya da yanlış, true ya da false. İndi, deyirəm ki, hello world bitir, end-with, nə ilə? LD ilə. Düz deyirəm ya yox? Bəli, düz deyirəm. LD ilə bitir, ona görə alıram true, yəni doğru. Yenə deyirəm, məntiqi tiplərlə biz tanış olacağıq. Sadəcə olaraq metoda görə qısa olaraq toxunmalı oldum.
Deməli, nöqtə, davam edirik. Sətirlərin formatlaşdırılması tamam başqa bir mövzudur. Buna hələ gələcəyik. İndi nə edirik? Find. Find də maraqlı bir metoddur. Find nə edir? Adından da göründüyü kimi bizə müəyyən alt sətrin indeksini almağa kömək edir. Yəni, müəyyən bir alt sətri sətir içərisində tapmağa. İndi, bayaq kimi find nəyə aiddir? Bayaq bu sətrə aiddir. Biz bu sətir içərisində nə axtaraq? Nə axtaraq? Deyək ki, WO. WO-nu tapmağa çalışıram. Okay? Enter sıxıram, alıram 6. O demək ki, WO alt sətri burada 6 indeksindən başlayır. Gəlin yoxlayaq. Sətri və 6 yığsam, görək 6 indeksində nə var? Həqiqətən W var. Yəni, W-nun başladığı hissə. W. 6 indeksi. Var. Deməli, belə bir məsələ də var. Əgər mövcud olmayan bir şey axtarmaq istəsək, deməli, find, pardon, find deyirəm və nə axtarıram? Deyək ki, JO. Bizə JO var? Yoxdur. O zaman nə baş verəcək? Tərsən bir artıqdır. O zaman alırıq -1. Deməli, əgər axtardığımız mövcud deyilsə sətr daxilində, onda geriyə -1 qaytar. Əlavə olaraq, find-ın bir, belə deyək ki, əmsi oğlu var, hansının ki, adı indeksdir. Demək var ki, eyni işi görürlər. Sadəcə olaraq, fərq nədir? Fərq ondan ibarətdir ki, find-dən fərqli olaraq, indeks axtardığı alt sətr tapılmayanda xəta atır. Yəni, proqram çökür, var dildə desək. Məsələn, JO desəm, hansı ki mövcud deyil, alıram, xəta, value error, substring not found, alt sətr tapılmadı. İndi, məntiq necədir? Məntiq belədir ki, biz find-dən o zaman istifadə edirik ki, axtardığımız alt sətrin orada olma ehtimalı var. Yəni, tapa bilərik, tapmaya bilərik. İndeksin o zaman istifadə edirik ki, biz əminik ki, həmin alt sətr orada var və bizə onun indeksi lazımdır. Bu belə. Deməli, davam edirik. Daha kimlər var burada? Deməli, is alınan və is alfa. Başlayaq is alfadan. Buradakı alfa, alfabet, yəni əlifba deməkdir, hərfləri nəzərdə tutur. Və bu məntiqi yoxlamadır. Və nə edir? Əgər sətirdəki bütün simvollar hərflərdirsə, o zaman true qaytarır. Əlifba, alfabet sözündən. Alırıq false. Niyə false? Çünki burada bir dənə boşluq var. Boşluq hərf deyil. Ona görə false alırıq. Amma deyək ki, boşluq olmasaydı, alardıq true. Davam edək. Deməli, bunun daha bir oxşarı var. Hansının ki adı is all num'dır. Bu nə edir? Yoxlayır sətr ancaq hərf və ya rəqəmlərdən ibarətdirsə. Yəni, hər ikisi də var, yox. Ancaq hərf ya da ki, rəqəmlərdən ibarət olmalıdır. Və yenə də mənə false qaytarır. Niyə? Çünki burada boşluq var. Boşluğa görə. Və deyək ki, belə bir şey var. H77 belə bir sətirdir və bunun üçün is haradadır o? Bunun üçün is alınam edilməyən şey qalmadı pəncərədə. Bunun üçün is alınam bizə nə qaytarır?
true qaytarır. Niyə? Çünki ancaq rəqəm və hərflərdən ibarətdir. Davam edək. Sonra nə var? isDigit. isDigit imkan verir ki, yoxlayaq. Sətrimiz rəqəmdir ya yox. Məsələn, bu rəqəm deyil. Amma bu isDigit. Bu bizdə bəli, rəqəmlərdən ibarətdir. Yəni bunu ərədə çevirmək olar. Amma bura bir hərf atmış olsaydım, deyək ki 444 A olsaydı, o zaman bu bizə false qaytarır. Çünki o zaman onu rəqəmə çevirmək olmazdı. Devam edirik. Valver nə edir? Bütün hərfləri kiçik edir və strip. Stripə qədər neysə varmı? Maraqlı bir şey. Okey. Strip'i də deyək. Amma stripə keçməzdən qabaq daha bir mövzuya dəyməliyik. Bu mövzu nədir? Bu mövzu boşluq simvolları ilə əlaqədardır. Bir də şərhlər barədə. Demək ki, bütün proqramlaşdırma dillərində şərh yazma deyilən bir şey var. Biz nə edə bilərik? Proqram kodu daxilində mətin yaza bilərik. Bu mətin heç cürə, belə deyək, proqram koduna təsir eləmir. Sadəcə olaraq görünüş üçündür. Yəni, sən proqramı açırsan, baxırsan və orada həmin yazını görürsən. Sırf insanlar üçündür. Yəni, kodu yazan insanlar üçün. Burada şərhlərdə biz müxtəlif qeydlər apara bilərik. Ondan ötəri ki, növbətdə və kodu açıb baxanda bu şərhlər bizə nəyisə kömək olsun. Bizə nəyisə desin, belə deyək. Və şərhləri nə edirik? Belə DS-ilə yazırıq. DS-in qabağına nə yazsaq, abrakadabra, bunların heç birisi icra olunmur. Bu belə. Və nə edirdik? Boşluq simvolları haqqında danışmaq istəyirdim. Bunlara deyirlər white spaces. Yəni, boşluq simvolları. Boşluq simvolları nə edir? Əvvəla, tanıdığımız boşluq simvolu, bax, budur. Adı bir dənə probel. Bir dənə space. Okay. Və bir dənə space dedim və neçəsini yığdım. Bir dənə boşluq belədir. Okay. Bundan əlavə, bizdə ola bilər xüsusi boşluq simvolları. Hansı var ki, məsələn, bax, belə qarşıya /t. Bu nədir? Bu bir tab deməkdir. Bax, 2 dənə simvoldan ibarət olsa da, əslində bir dənə simvol deməkdir və bir taba bərabərdir. Bir tabı nədir? 4 dənə boşluq deməkdir. Okay. Və print funksiyamız var, hansı ki, çap edir. Biz onun daxilində görə bilərik onun təsirini. Deyək ki, belə bir şey var. A, sonra dediyim tab işarəsi P və sonra bir dənə B. İndi enter sıxsam, baxın. Bunların arasında 4 dənə boşluq oldu. Niyə? Çünki /t bizə tab deməkdir və nədir? Bir tab məsafə qoyur. Bundan başqa nə var bizdə? Bizdə yeni sətrə keçid edən bir boşluq simvolu var. Hansı ki, /n ilə yazılır. Bu nə edir? Yeni sətrə adlanır. Eyni ilə. Mən gəlsəm, əgər desəm ki, print desəm, burada deyək ki, A, sonra deyək, /n B desəm, bunların hərəsi yeni sətirdə olacaq. A-nı çap elədi, okay. Sonra yeni sətrə keçid çap olundu, yəni yeni sətrə atlatdı və sonra B alırıq. Bunlar nədir? Bunlar white spaces'dir. Bunlar bizdə boşluq simvollardır. İndi bu həngaməyə hardan gəldik? Strip göstərəsi idi. Strip metodunu.
Deyək ki, belə bir sətrimiz var. Bunun əvvəlində bir dənə boşluq var və axırında deyək ki, bir dənə tab var. Tab da bizə boşluq deməkdir, bilirik. Və nə edirik? Kənarlardakı boşluqları silmək istəyirik. Bunun üçün nə edirik? Strip metodundan istifadə edirik. Bu zaman baxın, sağdan da, soldan da bütün boşluq simvolları silindi. Buna əlavə bunun L strip və R strip formaları da var. Gəlin yoxlayaq. Ctrl-C, Ctrl-V. Deməli, əvvəla L strip nə edir? Left strip deməkdir, yəni soldan strip. O zaman nə edəcək? Sol tərəfdəki boşluqları siləcək. Avuram, baxın, hello world. Sağdakına dəymədi. Sonra, bunun var sağ tərəf üçün olan forması, yəni R strip, right strip demək, yəni sağdan strip elə. Bu zaman nə edir? Sola dəymir. Sağdakı teni, tabı, nə sildi. Yəni, adi strip sağdan da soldan da götürür hər iki kənardan. L strip left tərəfdən, yəni soldan. R strip isə sağ tərəfdən, yəni rightdan götürür. Okey. Bundan başqa join və split kimi metodlar da var ki, onlarla tanış olmaq üçün biz sətirlərlə, daha doğrusu siyahılarla tanış olmalıyıq. Ona görə də həmin metodlara mən siyahılar haqqında danışarkən toxunacağım.